Məsələn, deyək ki, məsələn, belə bir sual verə bilərsən ki, ətraf mühiti qorunmaq üçün təkliflər paketi hazırla. Məsələn, gedin özünüzdən bayatı qurun, özünüzdən şeir yazın. Məsələn, müəllim deyir ki, uşaqlar, bax, kitab və jurnalların üz qabığına dizayn fikirləş. Və yaxud da ki, biologiya dərsidir. Müəllim deyir ki, uşaqlar, həyat bu ətraf aləmin deyək ki, çirklənməsi, bu havanın çirklənməsinin qarşısını almaq üçün təkliflər planı hazırla. Nə olacaq? Yaratmaq. Və yaxud da biologiya dərsidir deyək ki, müəllim deyir ki, uşaqlar, bu şirin su qıtlığını aradan qaldırmaq üçün gedin tədbirlər planı hazırlayın. Yəni, yaratmaq idrak taksonomiyasının ən yüksəkdə, ali səviyyəsində, yəni yüksəkdə durandır. Biz onu şagirdlərimizə 1-45 dəqiqədə, deyək ki, o mərhələlərə uyğun tapşırıqlar verib, yaradıcı iş kimi də evə verə bilərik yaratmaq mərhələsində tapşırığını. Bax, biz də müəllimlər, mən sizə nəyi demək istəyirəm? Ümumiyyətlə, biz bir akademik dərs saatında, 1-45 dəqiqədə bu idrak taksonomiyasının bütün mərhələlərini icra etməliyik. Bax, niyə deyirik? Bu idrak taksonomiyası var, ha? Fasiltasiyada da bizim qarşımıza çıxacaq, diferensial yanaşmada da çıxacaq, bir çox nəzəriyyələrdə də çıxacaq. Bizlə bərabər, kurikulumun sonuna qədər bizlə yoldaşdır bu taksonomiya. Ümumiyyətlə bizə deyir ki, idrak taksonomiyası müəllim tapşırıq hazırlayarkən, müəllim dərsi qurarkən bu idrak taksonomiyasının bütün mərhələlərinə uyğun tapşırıq hazırlamalıdır. Diferensial yanaşmada da deyəcəyik. Diferensial yanaşmanın bir neçə komponenti var. Orada məzmun komponenti var. Məzmunumuz taksonomiyanın mərhələlərinə uyğun qurulmalıdır. Xatırlamaqdan başlayacağıq ta ki yaratmağa qədər. Niyə? Necə edəcəyik bunu müəllimlər? Baxın. Girmişik dərsə, biz əgər bu dərsdə ancaq açıq tipli suallar verəcəyiksə, açıq tipli suallar dəyərləndirmə mərhələsinin şagirdlərinin sualıdır. Dəyərləndirmə mərhələsi yuxarı təfəkkür səviyyəsidir. Gəlin baxaq görək, bizim sinifdə hamısı dəyərləndirmə mərhələsinin şagirdidir, hamısı yuxarı təfəkkür səviyyəsidir. Bəs yaxşı, mən ancaq tətbiqin, təhlilin suallarını verəcəmsə, bu yuxarı təfəkkür səviyyəsini inkişaf etdirəcəmsə, bəs bu aşağı təfəkkür səviyyəsinin şagirdləri necə olacaq? Qonaq kimi gəlib gedəcəklər onlar? Olmaz. Ona görə bizə deyir ki, xatırlamağın mərhələsinin şagird deyək ki, 2-3-cü səviyyənin şagirdidir də zəifdir. Açıq tipli tapşırıqlara cavab verə bilmir. Açıq tipli suallara cavab verə bilmir. Qapalı suallar ver. Bir cavab əsaslansın, qayda ver, düstur ver, tənlik ver, tərifini desin. Deyək ki, mənim sinifimdə Nərgiz zəif şagirddir. 3 alır, 2 alır. Qayda soruşacağım, ancaq qaydanı deyə bilir. Qaldıracağım, qaydanı soruşacağım. Ruxsarə 4-cü səviyyənin şagirdidir. Çıxardacağım lövhədə tətbiq elətdirəcəm. Çıxardacağım özündən tənlik qurmaq istəyəcəm. Yaratmaq mərhələsini formalaşdıracağım. Şagird var, gəlir, xatırlamaq, anlamaq gəlir, oradan o tərəfə gedə bilmir. Şagird var, xatırlamaq, anlamaq, tətbiqə qədər gəlir, təhlil edə bilmir. Şagird var, yaratmağa qədər gəlir. Ən ali dərəcə, 4-cü səviyyə. Yaratmaq mərhələsi, yəni 5 alan şagirddir. Bizə ona görə deyir ki, bu taksonomiyanın mərhələlərinə uyğun tapşırıqlarınızı qurun. Bütün mərhələnin şagirdlərini nəzərə alın. İş üsullarında da mən sizə keçəndə deyəcəm, Bloom kubu adlı iş üsulumuz var. Bloom kubunun 6 üzü var. 6 üzünə xatırlamağın, anlamağın, tətbiqin hamısının suallarını yazırıq. Kubu dəfələrlə atırıq. Hansı üzü düşdü, o üzünə şagird cavab verəcək o suallara. Orada xatırlamaq da olacaq, anlamaq da, tətbiqdə. Şagird var, tənliyin tərifini deyir, tənliyə uyğun bir nümunə gətirir. Çıxardırsan ki, gəl tənlik yaz lövhədə, çıxıb tətbiq eləyə bilmir. Deməli, biz bu taksonomiyanın bütün mərhələlərini nəzərə alacağıq. Hər mərhələyə uyğun sual tapşırıq hazırlayacaq. Yəni, şagirdə imkan verməyəcək pasiv qalsın. Xatırlamağın da uşağı danışacaq, anlamağında, tətbiqində eləcə də gedib yuxarıya çıxacaq, dəyərləndirməyə. Yəni, bütün şagirdləri nəzərə alacaq. Bütün şagirdlərin aktivliyini təmin etmiş olacaq.